Təsəvvür edin ki, nəhayət Ferrari almısınız, amma onu küçədə sürə bilmirsiniz. Çünki bu, HP və Ferrari'nin ortaq layihəsi olan 9500 manatlıq Scuderia Air notebookudur. Pulu hara xərcləyəcəyini bilməyən eksklüzivlik həvəskarlara ekranı yaxınlaşdırın. Dünyada cəmi 4999 ədəd olacaq bu canavar yekpare alüminium, karbon və Gorilla Glass şüşədən yığılıb. Rəngi təbii ki, xüsusi Rosso Magma qırmızısı. İçində isə ən son Intel Core Ultra X7 prosessoru və göz oxşayan 14 düymlük 3K tandem OLED ekran var. Üstəlik, qutudan birbaşa Ferrari salonlarında istifadə olunan orijinal dəridən tikilmiş çexol da çıxır. Təxminən 9500 manat qiyməti olan bu cihazın yanında su içmək belə stressdir. Sizcə, sırf üzərində at loqosu var deyə bir notebooka bu qədər pul verməyə dəyər? Fikirlərinizi şərhlərdə yazın və kanala abunə olun.